Salam. Çay düsturlarının izahına baxırıq. Çayın düşməsi nə deməkdir? Yəni çayın düşməsini tapmaq üçün biz çayın mənbəyinin hündürlüyündən çıxırıq mənsəbinin hündürlüyünü. Çayın meyilliyini tapmaq üçün isə əvvəlcə düşməni tapırıq. Düşmə nəyə bərabərdir? Çayın mənbəyi ilə mənsəbi arasındakı fərqə. Daha sonra onu bölürəm çayın uzunluğuna. Çay şəbəkəsinin sıxlığını tapmaq üçün isə əsas çay və onun qollarının uzunluqlarını toplayıram, bölürəm ərazinin sahəsinə ki, sıxlığı tapım. Çayın su sərfi necə tapılır bəs? Çayın su sərfi, yəni Q bərabərdir F vurulsun V. Yəni çayın en kəsiyindən axan çayın sürəti. Axın sürətini vururuq en kəsiyinin sahəsinə. Yəni Q bərabər D vurulsun V. Burada ola bilər ki, bizdən çayın 1 saniyədəki su sərfini verər. Məsələn, burada verib 580 kub metrdir. Bu çayın 1 ildə axıtdığı suyun həcmini tapın. Yəni illik axımı istəyə bilər. İllik axımı istədikdə nə edirik? 1 saniyədəkini bilirik, bəs 1 ildə neçə saniyə var? Əvvəlcə tapırıq 1 ildə neçə saniyə olduğunu. Ən yaxşı yol odur ki, elə bunu əzbər biləsiniz. 31,5 vurulsun 10 üstə 6 saniyə var 1 ildə. Əgər imtahanda bu yadınıza düşməsə, yolu necədir? Bilirəm ki, bir gündə 24 saat var, düzdürmü? Bunun 1 saatı 60 dəqiqədir. Bəs 24 saat neçə dəqiqə olar? Tapdım 1440 dəqiqəymiş. Aha, 1 dəqiqə bilirəm 60 saniyədir. Bəs 1440 dəqiqə neçə saniyə olar? O da eləyir 86400 saniyə. Bu mənim bir gündə olan saniyəmdir. 86400. Bəs bir ildə 365 gün var. Onda 86400 vururam 365-ə, tapıram 31 milyon 536 min. Bu da qısaca olaraq yazılır 31,5 vurulsun 10 üstü 6. Məsələnin indi həllini necə əldə edəcəyik? 1 saniyədə 580 deməli kubmetr olub sərfi, 31,5 vurulsun 10 üstü 6 saniyədə isə x. Tənasübümüzü qurduq. Daha sonra burada nə edirik? Bu 10 üstü 9 hardan gəldi? Bizdən kub kilometrdən istəyir. Biz bilirik ki, 1 kilometr 1000 metrdir. Minin də kubu eləyir 1 milyard və yaxud da 10 üstü 9 yazırıq qısa olaraq. Burada 10 üstü 6 ilə 10 üstü 9, 6 ilə 9 gedir. Burada qalır aşağıda 10 üstü 3. 31,5'e vururam. 5,8'də da bölürəm 10 üstü 3'e. Bunun biri ilə, sıfırın biri ilə. Bu sıfırda ixtisar gedir. Daha sonra qalır 31,5'e vururam. 58'ə bölürəm 100'ə. Bu da eləyir 18,27.